O üstündə yazılan yazıra ki 60 dərəcə. Yox, 80 dərəcə. Belə çıxır ki, sizi aldatmaq bu qədər asandır. Buna ona görə çox diqqət etməlisiniz ki, bugünkü hibrid, plug-in hibrid və elektrik avtomobillərdə antifrizin həddindən artıq çox önəmi var. Donma və qaynatmaq temperaturu ki var, ora ümumiyyətlə gərək fikir verməyəsiniz. Götürüb BMW-dən şpritslə çəkir, daha antifrizin adını deməyəcəm, bəlkə də videoya baxanlar olub. Və deyir, baxın görürsünüz, mənim əlimdəki antifriz də odur. Qardaş, o deyil. Dostlar, indi də istəyirəm sizə bax belə ortalığa bir dənə qazan qoyam. İçinə şey-şüy tökəm, müxtəlif ədəvazat, qaynadam. Deyəcəksiniz, nə olub aşpazlığa başlamısan? Yox, maşın testləri eləyəcəm. Maşın ehtiyacları testləri, maşın müxtəlif mayələrin testlərini eləyəcəm. Deyəcəksiniz, bax qazan nədir? Bəs dərd orasıdır ki, bu nədir? Hər əvvəl qabağınıza bir dənə qazan qoymusunuz. İçinə tökür antifrizi, qaynadır, temperaturu qoyur, qızdırır, qaynama temperaturunu ölçür. Bu antifriz əla antifrizdir. O birisi yağı tökür, qaynadır. Nədir bu? Nehrə yağı zaddır, sonra yeməkdə zadda istifadə edəcəksiniz. Və cəmaət də baxır ha. Baxıram canlıyı açıb, baxırsan ki, cəmaət də baxır. Nəyə baxırsan? Qazanı qoyub qabana qaynadır. Məzələdirsiz Allah haqqı. Yəni bu qədərmi aciz olar insan? Və ondan sonra da başlayır. O gün 3 dənə təzə maşının 1 il vaxt deməyəcəm də hansı modeldə deyirlər maşınları pisləyirsən. Su pompası yeyilib. Yoxdur su pompası. Bu nə vaxt baş verir? Antifriz pis olanda baş verir. Bugünkü mövzumuz antifrizdir əslində qalanda. Antifrizin qaynama temperaturu nə deməkdir? Antifrizin donma temperaturu nə deməkdir? Və eyni zamanda ümumiyyətlə bugündən sonra biz antifrizə nəyə görə çox diqqət eləməliyik? Bugünkü mövzumuz budur. Deməli dostlar, antifrizlər bir neçə hissəyə bölünür. Və təbii olaraq da antifrizin bir donma dərəcəsi var, bir də qaynama dərəcəsi var. Bu ona görə yazılır ki, yəni ki, lüboy antifrizin üstünə baxın, onun üstünə yazılmaz 100 dərəcədə qaynayır və yaxud da ki, 110 dərəcədə qaynayır. İstənilən antifrizin qaynama temperaturu 130-140 civarıdır. Söhbət normal maldan gedir, keyfiyyətli maldan gedir. Və yaxud da ki, istənilən antifrizin donma dərəcəsi 10 dərəcədən başlayır, gedir 60 dərəcəyə gedir. O üstündə yazılan yazıra ki, 60 dərəcə. Yox, 80 dərəcə. Bəziləri var 80 da yazır. Yox, 100 dərəcə. Bu harada bu? Bura haradır bu? Bu Marsdır, bu Veneradır, bu Yupiterdir ki, bunun üzərindəki bu bir şey soruşum. Yaxşı, mənfi 60 dərəcədə bu maşın nətə hərəkət edəcək? Bakıda -1 olanda maşınlar bir-birinə girir. Bu Rusiyanın ən ucqar yerlərində, ən soyuq yerlərində soyuq -45 olanda da orada xüsusi nəqliyyat vasitələri işləməyə başlayır da. Yəni ki, normal nəqliyyat, yəni nəqliyyat vasitəsinin özünün donma temperaturu var. Yanacağın donma temperaturu var. Yanacaq -40-da donur ha, onu da deyim sizə. Yəni bu yaxınlarda hava azca soyumuşdu, bizdə yanacaqlar donmaya başlamışdı. Qış vaxtında qar yağdı, ha, dalba. Onda yanacaqlar donurdu. Yüngülvari biraz soyuq olanda yanacaq özü də donur. Yəni ki, bu donma və qaynatmaq temperaturu ki var, ora ümumiyyətlə gərək fikir verməyəsiniz. Əsas nəyə fikir verilməlidir? Fikir verilməlidir ki, istehsalçı kimdir? Bu bir. İkincisi. Çünki yalnız istehsalçı sağlam olanda siz onun sağlamlığına inana bilərsiniz. İkincisi, sizin avtomobildə bu nə zamandan bir dəyişir? Zaman faktoru var. Üçüncüsü, sizin avtomobil nə qədər naqruzkada işləyir? Nə deməkdir bu? Onu da deyəcəm. Dördüncüsü, rəngə görə antifriz seçmək məsələsi. Məsələn, o gün bir nəfər, indi mən bilirəm, əlində qalıb malı, yaşıl rəngdə antifriz satmaq istəyir, yaşıl rəngdə. Bilirsiniz ki, Azərbaycanda ən çox istifadə olunan rəng qırmızıdır. G12+ ya da G12++ belə deyilir o. Götürüb BMW-dən şpritslə çəkir, daha antifrizin adını deməyəcəm, bəlkə də videoya baxanlar olub. Və deyir, baxın görürsünüz, mənim əlimdəki antifriz də odur. Qardaş, o deyil. O deyil, cəmaatı aldatma. O deyil sən antifrizin. Çünki BMW-nin antifrizi ən yüksək istismarda istifadə oluna bilər. Sənin antifrizi töksək, o vaxt var. Uzaqbaşı 1 il, 2 ildən sonra dəyişilməlidir. Amma nə deyirlər? Bundan qabaq ki, nə qədər sürmüşdün? Deyir, nə bilim, alandan bəri sürürdüm da. Deyir, ged elə bunu da 10 il sürəcəksən. Elə söhbət yoxdur. Antifrizlər 2 ildən bir və 5 ildən bir dəyişilir. Amma hansı antifriz və hansı şərtlər altında onu deyəcəm. Deməli dostlar, var İAT, var OAT, var HOAT. Bunlar nədir? İAT, inorganik asid texnologiyası. Bu köhnə avtomobillərdə istifadə olunur. Adətən 2 illik ömrü olur və standartı belə deyək ki, bugün üçün aşağıdır. Sonra gəlir OAT. OAT nədir?
organik asid texnologiyası. Bu isə müasir avtomobillərdə istifadə olunur və adətən 5 illik olur. Amma bu asılıdır ki, avtomobil nə qədər naqruzka görür. Var HOAT. Bu da hibrid organik asid texnologiyasıdır. Həm OAT, həm IAT-ın özəlliklərinin özündə daşıyır. Orta səviyyəli balanslı qoruma deməkdir. Burada artıq ildən gərək ki, biz baxaq görək ki, avtomobil buna nə qədər dözəcək və antifrizin vəziyyəti hər 6 aydan bir yoxlanılmalıdır. Dostlar, bunların ən çox istifadə olunan OAT-dır. OAT organik asid texnologiyasıdır və bu nədir? Bu yüksək səviyyəli qoruma deməkdir. Yəni mayenin pH dərəcəsi, onun antikorroziya özəllikləri, üzərində olan uzunömürlü qatqılar, antiçöküntü özəlliyi və bir çox digər faktorlar bu təbii ki, yüksək temperatur dözümlüyü, donma dərəcəsi, ondan sonra qaynama dərəcəsi də buna daxildir. Bunlar hamısı OAT-ı təşkil edir və bunların ömrü adətən 5 il olur və bu ən çox yaxşı tanıdığınız sizin G12++ qırmızı rəngdə olan antifrizdir və ən önəmlisi və nəyə görə mən deyirəm ki, bugün buna daha çox diqqətləməlisiniz. Da qazanı qabağınıza qoyub qaynatmayın bunu. Buna ona görə çox diqqətləməlisiniz ki, bugünkü hibrid, plug-in hibrid və elektrik avtomobillərdə antifrizin həddindən artıq çox önəmi var. Əgər bu ağılla, bu köhnə düşüncə tərzində, qardaş gedir də rəngarəng ki, dəyişməyib ki, bizimkilər nə edir bilirsiniz? Gözləyirlər ki, qırmızı rəng dönsün olsun bulanıq, yaşıl rəng dönsün olsun bulanıq. Hələ su tökənləri demirəm, o vəbşə biabırçıqdır. Antifriz tökənlər də onun bulanıq olur. Bulanıq bilirsiniz nə deməkdir? Bu avtomobildə artıq korroziya o həddədir ki, avtomobilin artıq mühərriki və digər hissələri sıradan çıxıb, prosta kərətkisi olub görmürsünüz. Bir dənə onda ayırırsınız ki, blok qalovka dəyişilməlidir. Amma hibriddə, elektrikdə bu yoxdur ha. Hibriddə, elektrikdə sizə maşını elə qızdıracaq ki, bir də görəcəksiniz ki, 2 illik maşındır qızdırdı. Inverter sıradan çıxdı, elektrik sistemi sıradan çıxdı və mühərriklə qızdırdı, blok qalovka zədələndi. Qiymətini də sizə demək istəmirəm, çünki çox kədərli olacaq bunun axırı. Ona görə də nədir gözəl qardaşlar? Diqqətli olursunuz antifrizdə. Qaynatmaqla yox, bura ev deyil. Anamız, bacımız adətən evdə biz qazanı onun qabağında qoyuruq da, tökür, qaynadır, deyir bu yağ yaxşı deyil, bunun tortusu çox çıxdı. Bizimkilər də 10 gündədir. İyi pis gəlir, iyniyir, burnuna vurur, dilinə vurur. Bu hansı standartdır? Biz elə standart hələ ki görməmişik. Amma yenə də deyirəm, baxırsınız. Baxanda da bu məni çox incidir, açığı. Deməli, belə çıxır ki, sizi aldatmaq bu qədər asandır. İşə biraz elmi yanaşın, avtomobilinizi qoruyun. Nəyə görə qoruyun? Çünki sonra pul vermişsiniz. Və ən əsası elektrik, hibrid və plug-in hibrid avtomobillərinizi qoruyun. Çünki burada antifriz daha çox önəm daşıyır, nəinki köhnə avtomobillər. Bir çox antifrizlərin üstündə yazır ki, bu hibrid elektrik avtomobillərə də uyğundur. Onlardan istifadə etsəz, normal şirkət tapıb istifadə etsəz, ən gözəl seçim budur. Qaynatmayın, biraz oxuyun.